Toy gedir, nə bilim, qız atası ağır oturub. Qardaş elə oturub, elə bir yasa batıb da. Özlərin məğlub tərəf kimi görürlər. Qız tərəfdilər deyil. Məğlub tərəfdilər. Qız tərəfi ağır oturur, Batman Bəli. gəlir. Və bunlar öz belə bikeflikləri ilə, qan qararla, bunları zorla oynadırlar. Bunlar da yalandan belə əlin qaldırır, sonra gəlib oturur yenə. Bundan öz şəxsiyyətlərinin ciddiyyətini kənardakılara göstərirlər. Gör, qadın bunlar üçün nədir? Məğlub tərəfdir. Yəni, qadın tərəfində olmaq bunlar üçün məğlubiyyətdir. Oğlan uşaqlarının toyunda qısasını alacaqlar. Bunların problemi deyil, bu 1000 illərdən gələn mental problemdir, psixoloji problemdir. Ora gedir, çıxır, onu... Bu, indi nə? Oğlan uşaqlarının toyunda qısaslarını alacaqlar. Çünki orada şənlənəcəklər. Məsələn, adam var ya, böyle görsən, 7-8 dənə qız uşağı var, 3-4 dənə qız uşağı var, hamısı da belə deyək. O qızlara baxırsan, görürsən ki, bunların hamısı oğlan nəzərdə tutulub, amma alınmayıb, qız olub. Niyə oğlan istəyir də bunlar? Çünki fikirləşirlər ki, bu qız böyüyəcək, mənim qızım kiminsə arvadı olacaq, amma mən kimsə qızım mənim oğlumun arvadı olmayacaq. Bax, bu düşüncə, bu zehniyyət yüzlərlə sayaram. İşğal olmuş zehniyyətdir. Sivil düşüncə deyil, demokratik düşüncə deyil, demokratik, müasir dünyəvi təfəkkürə malik düşüncə deyil.